oynaqlarında ağrı varsa və yaxud da bəzən kiminsə saçında davamlı kəpəklər yaranırsa, bu zaman şam qozasının spirtdə çıxarışından sirkədə çıxarışı da effekt verir. Spirtdə çıxarışı isə daha çox effekt verir. Həmin saçınızı yuduqdan sonra o seborreik dermatit və yaxud da kəpək varsa, bu zaman saçınızı yuduqdan sonra alınmış məhluldan suya qarışdırılır 1-in 5 nisbətində. Məsələn, götürmüsünüz 50 milli, 250 milli suyla qarışdırırsınız və qarışdıqdan sonra bu məhlulu götürüb saçınızın dibinə vura da bilərsiniz və yerli masaj da eləyə bilərsiniz. Xırda-xırda hissələrə doğranılır. Doğranıldıqdan sonra isə üyütmə şəklinə gətirəcək qədər üyüdürsünüz və üyüdükdən sonra bir 100 qramlıq əldə olunan şam qozasının üyüdülmüşü tam xırda şəkildə gəlir. Onu bəzən tam yaxşı üyütməyəndə o sərt şəkildə qalır. İnsanlar onu çox rahat istifadə edə bilmirlər. Ona görə daha çox duru ballarda onu qarışdırıb macununu hazırlaya bilərsiniz. Çox antibakterial, antiviral, yəni istər bakterial infeksiyon xəstəliklərdə, istər virus infeksiyon xəstəliklərində şam qozasını balla qarışdırılan gündə 2 dəfə 1 desert qaşığı yemək vaxtı yemək tövsiyə olunur.